Bugün mən Azərbaycandakı siyasi məhbus məsələsi haqqında danışmaq istəyirəm və danışmazdan öncə bir xahiş edim ki, videonu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Bu tip tənqidi fikirləri görmək, eşitmək, izləmək istəyirsinizsə, bunu etmək mütləq ki, vacibdir. Və keçək məsələyə. Azərbaycanda illər ərzində həmişə siyasi məhbus məsələsi böyük bir problem olaraq qalıb dövlət üçün. Və bu 93-cü ildə Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəldiyi dönəmdən indi bugünə kimi bu məsələ davam edir. Ən böyük halları 2003-cü il hadisələrindən sonra 2005-də bu olub, 2014-cü il, 13-14-cü il və sonunda da artıq hal-hazırki dönəmdə 2023-cü ildən xüsusilə 2023-cü ildən başlayan bu siyasi məhbus dalğası, siyasi həbs dalğası bugünə kimi davam edir. Burada müxtəlif açılan cinayət işləri var, sutkalıqlar da var və təbii ki, mən burada say məsələsinə detallı getmək istəmirəm və ad-adda siyasi məhbus məsələsini burada hallandırmaq istəmirəm siyasi məhbus olan kəsləri. Çünki bu həm uzunçuluğa, vaxta gətirib çıxar, həm də ola bilər ki, kimlərsə unudum və bu da onların nicilikliyinə səbəb olmasın deyə. Mən ümumi anlamda deyirəm. Say məsələsi bugün deyilənlərə görə Azərbaycanda 400-ə yaxın siyasi məhbus var. Amma bunun bir önəmi yoxdur. Siyasi məhbus bir nəfərin olması da problemdir, 100 nəfərin olması da problemdir, 1000 nəfərin olması da eyni problemdir. Çünki bir nəfərin belə siyasi fikirlərinə görə, siyasi fəaliyyətinə görə, söz və ifadə azadlığından istifadə edib, tənqidi bir yazısına görə və yaxud da ki, jurnalistika fəaliyyəti ilə məşğul olduğuna görə, əgər həbs olunursa, siyasi məhbusdursa həmin adam və bu dövlət üçün böyük bir utancdır. Dövlətin ədalət prizmasından baxanda böyük bir utancdır. Dövlət ədalətli olmalıdır. Şəxsən mənə görə bugün Azərbaycan dövləti ədalətli deyil. Və mən düşünürəm ki, mənim kimi Azərbaycanda minlərlə, bəlkə də milyondan çox, bəlkə də ən azı 3-4 milyon insan var, bəlkə daha çox hətta. Düşünür ki, Azərbaycan dövləti ədalətli deyil. Dövlətin ədalətli olması həm hüquqi baxımından, həm qanuni baxımından, bunlar baxın ayrı-ayrı şeylərdir, qanuni və hüquqi anlam. Həm iqtisadi baxımından, həm siyasi baxımından Azərbaycan dövləti mənə görə ədalətli deyil. Və insanlarımızda da mən düşünürəm ki, mütləq əksəriyyətində bu düşüncə hakimdir. Hətta burada belə bir sual ortaya çıxa bilər ki, ümumiyyətlə Azərbaycan dövlət varmı Azərbaycanda? Biz sosial şəbəkələrdə bəzi hallarda bunun belə müzakirəsini görürük. İnsanlar düşünür ki, şəxsən mənə görə dövlət bir nəfərdən asılı olmamalıdır. Dövlət bir nəfər deyil. Dövlət bir sistem olmalıdır və bu sistem ədalətli işləməlidir. Hamıya bərabər işləməlidir. Əgər yox, siz düşünürsünüzsə ki, dövlət var və bu bir nəfərdən ibarətdir, onda mən sizinlə razılaşa bilərəm. Hazır ki, iqtidar rəhbəri, hazır ki, prezident, bəli, əgər bir nəfərdirsə dövlət, bu həmin şəxsdir, İlham Əliyevdir. Amma mənim istədiyim, mənim arzuladığım müstəqil Azərbaycanda dövlət sistemi isə bir nəfərdən asılı olmamalıdır. Bu, ən azından mənim bir arzum, istəyimdir. Azərbaycanda siyasi məhbus məsələsi insanlarımızın siyasi fikirlərinə görə, hər hansısa bir yazısına görə və yaxud da ki, jurnalist fəaliyyətinə görə və yaxud da ki, vətəndaş cəmiyyətindəki aktivliyinə görə həbs olunması, bu təbii ki, ilk hal deyil. Zaman-zaman Azərbaycan iqtidarı bu maşını, həbs maşınını işə salıb və kütləvi həbslər olub, seyrək həbslər olub, hissə-hissə həbslər olub, buna necə istəyirsinizsə adlandıra bilərik. Amma bu məsələnin həlli isə həmişə böyük problem olur və sonunda zərər də dövlətə dəyir. Çünki siyasi əsaslarla insanlar həbs olunursa, məsələ Avropa məhkəməsinə kimi gedib çıxır və ondan sonra Azərbaycan dövləti sərfən X, Y olan şəxsləri məsələn həbs etdiyini borcuna alır və təzminat ödəyir. Bu təzminat da hardan çıxır? Dövlət büdcəsindən. Siz niyə bu qədər qərəzli qərarlar qəbul edirsiniz ki, bu qədər qeyri-obyektiv, bu qədər qeyri-qanuni, bu qədər hüquqdan uzaq qərarlar qəbul edirsiniz ki, sonra da bunun zərərini dövlət büdcəsinə yüklüyorsunuz. Mən belə bir şey istəyirəm ki, mən hətta düşünürəm ki, bu qərarı qəbul edən hakimlərə bu kompensasiya ödənilməlidir. Çünki o hakim başa düşməlidir onun məsuliyyəti nədir. Mən məhkəmədə hakiməm
Mən bugün siyasi sifarişlə, fərq etməz, siyasi sifarişlə bir qərar qəbul edirəm. Sonra bunun zərəri dövlət büdcəsinə ödənilir. Niyə? Bəs onda mən hakim kimi dövlətdən aldığım maaş nədir? Mən dövlətdən əgər maaş alıramsa hakim kimi, dövlət işçisi, xüsusilə məhkəmə hakimi kimi ədaləti bərqərar etmə səlahiyyəti olan bir şəxs o məsuliyyəti üzərində görürsə, o qanuni addımlar atmalıdır, qanuni qərarlar qəbul etməlidir, hüquqa söykənməlidir. Amma siyasi hakimiyyəti arxasına alıb qeyri-obyektiv qərarlar qəbul edir və o başa düşür ki, onsuz da bunun öhdəliyi mənim üzərimdə qalmır, bunun cəriməsi, bunun məsuliyyəti mənim üzərimdə qalmır və çox da rahat, vicdansız bəzən qərarlar qəbul edilir və bunun da təkrar edirəm, məsuliyyəti qalar yenə dövlətin üstünə. Amma belə olmamalıdır. Mən düşünürəm ki, həmin hakimlər artıq məsuliyyət hiss etmək üçün, o tip hakimlər, artıq bu cərimə məsələsində dövlət onlara da yükləməlidir bunu və bəlkə də qismən də söhbət təkcə Yeni Azərbaycan Partiyasının iqtidar olduğu dönəmdən getmir. Bundan sonraki fərq etməz hansı partiyadır, iqtidarda kimdir prezident və onların dönəmində də hakimlərin bu kimi siyasi qərarlardan uzaqlaşması üçün, hüquqi qərarlar qəbul etməsi üçün fikrimcə bu addım vacibdir. Azərbaycanda daha çox siyasi məhbus, siyasi fəaliyyətlə məşğul olanlardan görünür. Daha sonra jurnalistika fəaliyyəti ilə məşğul olanlardan, vətəndaş cəmiyyəti nümayəndələrindən və bu həbsə gedən bir yol var. Məsələn, media haqqında qanun qəbul edilib ki, bu çox bərbad bir qanun layihəsidir və çox təəssüf ki, Milli Məclisdə bu qəbul olundu. Qeyri-hökumət təşkilatları haqqında qanun 2014-cü ildən qüvvəyə minib və bu Azərbaycanda müstəqil vətəndaş cəmiyyətlərinin fəaliyyətinə, onların legal yollarla, qanuni yollarla maliyyələşməsinə müxtəlif əngəllər yaratdı və dövlət sanki öz vətəndaşını özü cinayət törətməyə sövq etdi və yaxud da ki, onlara başqa yol saxlamalı. Çünki siz hər dəfə özünüzdən olmayanı dışlayanda, amma dövlət aparatı, dövlət institutu belə olmamalıdır. Dövlət sistemi belə olmamalıdır. Müxalif yönümlü, iqtidar yönümlü fərqi qoymamalıdır. Siz özünüz kimi düşünməyənləri, sizi dəstəkləməyənləri hər dəfə dışlayanda və bunun da sonu gətirib bu kimi problemlərə çıxarır ki, və onun da məntiq etibarilə sonluğu gətirib siyasi məhbus həyatına çıxarılır və məhkəmələrdə də qəbul edilən qanunsuz qərarlar, məhkəmələrin də siyasi qərarları, artıq daha sonra isə onun da məsuliyyəti gəlir Azərbaycan dövlətinin büdcəsində və oradan kompensasiya olur sonra. Və bu da dövlət büdcəsinə, dövlətə ziyandır. Təkcə ləkə kimi yox, həm də iqtisadi ziyandır. Həbsxanalarda bugün yer yoxdur. Məsələ təkcə siyasi məhbus məsələsi də deyil. Azərbaycanda mülki məhkəmələr nə qədər şəffafdır, onlar nə qədər ədalətlidir ki. Onlarda da kifayət qədər problem var. Bəlkə də bu videonu izləyən siyasi partiya üzvü olmayan, heç bir siyasi fəaliyyəti olmayan, amma məhkəmədə haqsızlıqla üzləşən insanlar da ola bilər. Əgər varsa, siz də rəydə bunu qeyd edə bilərsiniz. Bizim mülki məhkəmələrimizdə də problem var və bu da Azərbaycanda hüquq sisteminin problemlərindən irəli gəlir. Azərbaycanda qanun var, amma onun icrasında problem var. Ümumiyyətlə, qanunun nə qədər çox olması dövlətin demokratikləşməsinə o qədər problemli olduğunu göstərir. Dövlətin azadlıqlarının, öz vətəndaşlarına tanıdığı azadlıqların nə qədər qısıtlamasının göstəricisidir. Qanun çoxdursa, artıq o demək ki, qadağalar da çoxdur. Qanunlarda bu edilməz daha çox qeyd olunur. Edilər yox. Edilməz yoxdursa, demək ki, etmək olar bu işi. Və qanun çoxdursa, təbii ki, demək ki, qadağalar da çoxdur. Amma qanunun çox olması hüquq sistemimizin aliliyi demək deyil axı. Bugün Azərbaycanda hüquq sistemi demək olar ki, çöküb. Və bu da hüquq sistemi çökmüş bir ölkənin təbii ki, ədalət məsələsində böyük problemləri olduğunu göstəricisidir. Azərbaycan məhkəmələri bugün ədalətli deyil. Azərbaycanda iqtisadiyyat ədalətli deyil. Azərbaycanda idarə etmə ədalətli deyil. Azərbaycanda dövlətin insanlara yanaşması ədalətli deyil. Hara baxsaq monopoliyanı görə bilərik. Gömrükdəki problemləri görə bilərik. İqtisadiyyatdakı şiddətli problemləri görə bilərik. Kənd təsərrüfatındakı problemləri görə bilərik.
Və bu təbii ki, bütün Azərbaycanlıların həyatına toxunur. Siyasi məhbus məsələsi təkcə siyasi fəaliyyəti olan kəslərin həyatına toxunmur. Azərbaycanda müstəqil media adlandırdığımız qeyri-hökumət təşkilatları, media qurumları bugün həbs olunursa, artıq vətəndaşların problemlərini ictimailəşdirəcək platformalar azalır, daralır və o ictimailəşən məlumatlar da artıq bəlli bir cizgini keçmir. İnsanların o cür elə problemləri var ki, onları təbii ki, özünə müstəqil deyən müxalif yönümlü telekanallar onu ictimailəşdirməlidir. Amma ölkədə müstəqil xəbər platforması yoxdursa, təbii ki, artıq həmin xəbərlərin də ictimailəşməsinin qarşısı alınır. Bu da dövlət üçün böyük təbii ki, problemdir, yaxın və uzaq perspektivdə. Dövlət bunun üçün alternativ nə düşünür? Belə hər jurnalisti həbs etməklə, hər siyasi fəaliyyətlə məşğul olanı həbs etməklə, hər tənqidi bir şərh yazanı və yaxud da tənqidi bir status yazanı həbs etməklə məsələ həll olunmur. Gəlin sabah məni də həbs edin, bununla məsələ həll olunacaq? Təbii ki, yox. Və ölkədə bütün danışan, ölkədə bütün yazan insanları ya həbsxanaya göndərmək, ya mühacirətə göndərmək məsələnin həll yolu deyil. Məsələnin həll yolu bu deyil. Ölkədə iqtisadi islahatlar aparılmalıdır, ölkədə siyasi islahatlar aparılmalıdır, ölkədə məhkəmə islahatları aparılmalıdır. Ölkədəki məhkəmələr təkcə ancaq siyasi məsələ ilə bağlı yanlış qərarlar qəbul etmir ki, və yaxud da ki, qərəzli qərarlar bunu adlandıraq. Bizim Tərtər faciəmiz var. Onun da təbii ki, bir qolu gedib məhkəməyə bağlanırdı. Və orada baxın nə qədər problemlər var. Tərtər məsələsi, Tərtər faciəsi hələ də həll olunmayıb. Ölkədə kimsə bir status yazan kimi onu həbs etmək, 30 sutka vermək, 15 sutka vermək. İndi bu həbs olunmaq, sutkalıq həbs olunmaqdır, amma bu da siyasidir. Buna da olmaz. Əgər ortada təhqir yoxdursa, əgər ortada aşağılama da yoxdursa, əgər ortada təhdid yoxdursa, vətəndaşdır və öz fikir azadlığından, konstitusiyanın bizə tanıdığı söz və ifadə azadlığından istifadə edərək tənqid edirsə, yenə Azərbaycan Partiyasını, onun rəhbərliyini, onun siyasətini və biz niyə o adamı mütləq həbs etməliyik? Mən bugün danışıram, tənqid edirəm, yazıram, video formatında danışıram. İndi niyə siz məni sabah həbs etmək istəyəsiniz ümumiyyətlə? Niyə bu düşüncəyə gəlməlisiniz ki? Mən mütləq məcburam ki, mən Yeni Azərbaycan Partiyasını dəstəkləyim, onun siyasətini dəstəkləyim. Azərbaycanda Kommunist Partiyası deyil ki, biz Sovet ölkəsində yaşamırıq ki, biz müstəqil Azərbaycan Respublikasında yaşayırıq və bu da çox partiyalı sistemdir. İnsanların siyasi fikir və ifadə azadlıqları var, hərəkat azadlığı var konstitusiyada, düzdür, amma indi Azərbaycanda biz onu tətbiq etmək olmur hal-hazırda, hərəkat azadlığı məhdudiyyəti var. Qeyri-qanuni olsa da bu. İfadə azadlığında artıq siz məhdudiyyətlər gətirmək istəyirsiniz. Gətirmək istəyirsiniz artıq çoxdandır, amma təbii ki, mən düşünmürəm ki, Azərbaycanda tam-tamına ifadə azadlığı məhdudlaşdırılsın. Yəni, bu biraz, əgər belə bir düşüncədəsinizsə də mən inanmıram ki, bu nə vaxtsa, nəinki indi, Tayyipin Ansayır məqamında bunun reallaşacağına mən inanmıram. Hərəkat azadlığı məhdudlaşdıra bilirsiniz bəlli resursunuzda, amma insanların ifadə azadlığı elədir ki, insanlar hər yerdə danışacaq. YouTube olmasa, Facebook olmasa insanlar gedib çayxanada danışacaq. Çayxana olmasa insanlar evlərində danışacaq, yas yerlərində danışacaq, toyxanalarda danışacaq. Yəni, danışmaq insanların ən təbii haqqıdır bu. Tənqid etmək insanların ən təbii haqqıdır. Ölkədə bugün həmin o siyasi məhbusların həbsdə saxlamasının sizə nə xeyri var ki? Güya ki, Azərbaycanda bu dəqiqə həmin siyasi məhbuslar azadlıqda olsa, sizin hansı planınızı əngəlləyə bilərlər? Mən sözümü buradan Azərbaycan iqtidarına deyirəm. Sizin hansı böyük bir onlar əngəllər yaradırlar ki, bugün onlar buna görə mütləq həbsdə olmalıdır. Jurnalistlər, onlar azadlıqda olmalıdır və onlar araşdırmacı jurnalistlərsə bu işlə məşğul olmalıdırlar. Onlar xəbər jurnalistləridirsə, onlar bu işlə məşğul olmalıdırlar. Onlar vətəndaş cəmiyyəti nümayəndələridirsə, onlara ədalətli şərait yaradılmalıdır. Təkcə sizin tərəfinizdə olan vətəndaş cəmiyyəti qeyri-hökumət təşkilatları yox, həm də nisbətən müxalif yönümlü düşünən, sizə müxalif olan vətəndaş cəmiyyətlərinə şərait yaradılmalıdır ki, onlar da doğru, dürüst işlərini görsünlər. Yoxsa siz hamını həbs etməklə,
Kim ki xoşunuza gəlmir, kimsə sizin öz bəlli bir cizgi yaratmışsınız, qırmızı xətt yaratmışsınız öz gözünüzün qarşısında və onu tapdalayırsa, tutaq ki, onu həbs etmək, bunu susturmaq, ona imkan varsa mühacirətə göndərmək, bunlar həll yolu deyil. Və mühacirətə gedən hər bir kəs, xüsusilə də bu insan savadlı, intellektli insansa, bu ölkədə həm də intellekt axınının getməsi deməkdir. Gənclərin də ölkəni tərk etməsi deməkdir. Bu məsələni həll edəcək sizcə? Xeyr. Bütün siyasi məhbuslar öz ideoloji baxışından, öz siyasi duruşundan, hansı siyasi partiyanı dəstəkləməsindən və yaxud da ki, elə gənclər var ki, onlar heç bir siyasi partiyanı dəstəkləmir və sizin sisteminizə daxil olan, sizə güya ki, çox radikal partiyalar olan belə və ortada qalan partiyaları belə dəstəkləmirlər, mən bildiyim qədərilə. Və onlar belə azadlıqda olmalı. Hətta onların ideoloji görüşləri şəxsən mənim ideoloji görüşlərimlə də kəskin fərqlənsə də, amma mən onların həbsdə olmasını arzulamıram bir gənc olaraq. Mən onların azadlıqda olmasını arzulayıram. Bəli, mənə görə onların müxtəlif yanlış, mənə görə təkrar edirəm, onların yanlış düşüncələri, yanlış qənaətləri var, amma başda qeyd etdiyim kimi artıq bu mənə görədir. Hər kəsin özünün düşüncəsi, özünün həyat tərzi, özünün hadisələrə yanaşması var, özünün siyasi dəyərləndirməsi var. Bütün insanlar eyni cür hadisələrə baxış prizmasından çıxış edə bilməz. Bütün insanlar vicdanlı da ola bilməz. Təbii ki, bütün insanlar qərəzsiz də ola bilməz. İnsan bir varlıq olaraq səhvə məhkumdur və yaxud da ki, insan bir varlıq olaraq fərqli olmağa məhkumdur. Bizim hamımız fərqliyik və fərqli düşüncəyə sahib, fərqli yanaşmaya sahib olan insanları həbsə atmaqla, onları həbsdə saxlamaqla və müxtəlif onlara psixoloji təzyiqlər, həbsxanada belə onlara psixoloji təzyiqlər etməklə, onlara mənəvi əzablar verməklə siz heç də adil davranış sərgiləmirsiniz. Mən başa düşürəm ki, siz bunun fərqindəsiniz. Mən desəm də, deməsəm də. Amma mən başa düşə bilmirəm ki, hansı siyasi amil bunu etməyə sizi vadar edir. Yəni, bugün Yeni Azərbaycan Partiyası artıq Azərbaycanın suverenliyini təmin edib, özünün iqtidar olduğu dönəmdə. Yeni Azərbaycan Partiyasının sədri Ali Baş Komandan kimi öz adını tarixə yazdırıb və bundan sonra hansı təhlükəni görür ki, Facebookda bir status yazan insanı belə tutub 30 sutkalığa və yaxud da 11 sutkalıq inzibati həbsi məhkum edirsiniz. Həqiqətən mən bunu başa düşə bilmirəm. Yəni, bu insanlar hansı təhlükəni törədir ki, bu insanların nəsə deməsi, nəsə yazması, nəsə danışması sizin üçün nə kimi təhlükə ola bilər ki? Mən şəxsən bunu başa düşə bilmirəm. Ümid edirəm ki, siz bilirsiniz. Bilmirəm, bəlkə də siz də heç bilmirsiniz niyə bu addımları atırsınız, amma mən ümid edirəm ki, Azərbaycanda tezliklə siyasi məhbus məsələsi kökündən həll olunacaq. Sonuncu bir nəfərinədək siyasi məhbus məsələsi həll olunmalıdır. Bütün siyasi səbəblərdən jurnalistika fəaliyyəti olsun, vətəndaş cəmiyyəti aktivistləri olsun, siyasi partiya nümayəndələri olsun, fərq etməz. Onlar hər birisi ümid edirəm ki, tezliklə haqq etdiyi azadlıqlarına qovuşar və mübarizə siyasi mübarizə olmalıdır. Mübarizə şəxsi mübarizə, mübarizə şəxsi ədavətlər uğrunda yox, ideoloji və siyasi mübarizə yönündə olmalıdır və xalq da öz seçimini etməlidir ki, kim daha yaxşı bu ölkəni idarə edəcək, hansı partiya, hansı kəsim fərq etməz, təşkilatdırsa, hərəkatdırsa, partiyadırsa, bunlar ölkəni daha adil, daha ədalətli idarə edəcək və bu yetki ancaq və ancaq xalqda olmalıdır. Bu yetki bəlli bir qrupda olmamalıdır və sözü Azərbaycan xalqına vermək lazımdır, səs haqqını Azərbaycan xalqına tanımaq lazımdır və bundan öncə də bütün siyasi məhbusları azad etmək lazımdır.